Növbəti avtomobillərimizdən də biri MZ5 2012-ci il. Avtomobildə demək proqram təminatı pozulmuşdu. Avtomobil start götürmür. Görürsünüz. Açarı vurursan start götürmür. Relay tıklayır amma start götürmür. İnşallah proqram təminatını yeniləyəcək. Hazır versiyasında çəkəcəm. Videonun sonundan izləyin. Bir neçə yerdə baxıblar, düzəlməyib. Bu da avtomobilimizin hazır versiyası. Gördüğünüz kimi salondan start götürür və avtomobil xoddan rahat. Müştəri bunu zamok açıq vəziyyətdə starterdən promo edib xod yük gətirmiş yanımıza. Xeyri uğurlu olsun müştərimizə. Avtomobildə proqram təminatı pozulmuşdu. Yenisi ilə əvəz olundu. İzləmədə qalın, zəhmət olmasa takip edin.